Herkese salam. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte YouTube'da ilk videomu çəkirəm. Ümid edirəm ki, yaxşı alınar, çünki müəyyən qədər həyəcanlıyam. Eee, Əslində qalsa YouTube'da ilk videomu çəkirəm deyə bilmərəm, çünki bir neçə dəfə video çəkməyə çalışdım, sadəcə istədiyim kimi alınmadı. Hətta YouTube'a yüklədim, yenə də bəzi məqamlar xoşuma gəlmədi, sonra sildim. Amma, artıq üçüncü, dördüncü videom olmasına rəğmən yenə də həyəcanlı hiss eləyirəm özümü. Ümumiyyətlə YouTube'da video çəkməyi illərdir istəyirdim. Sadəcə olaraq universitet hazırlıqları, universitet illəri, və ondan sonra da iş axtarışı və sairə biraz, bu istəyimdən uzaq qalmaq məcburiyyətində qaldım. Amma çox şükür biraz boş vaxt tapdığım anda bu qərarı verdim və, burdayam. Sizlərlə birlikdə video çəkirəm. Bu arada diş həkimindən gəlmişəm və hal-hazırda özümün bu hissəsini hiss eləmirəm. Ümumiyyətlə hiss olunur, bilmirəm, amma ağzım danışanda əyilir. Bu tərəfi ümumiyyətlə istifadə edə bilmirəm. Yəni üzümün yarısı yoxdur, belə düşünün. Yəni biraz qəribə gəlsə sizə, bilin ki, diş həkiminə getdim deyə belədir. İndi bugünkü videomuz arxamdan da gördüyünüz kimi kitab oxumağı sevən bir insanın kitab videosu ilə bağlıdır. Bəzi tövsiyələr vermək istəyirəm açığı oxuduğum kitablarla bağlı. Çünki bilmirəm, yəni daha çox türklərdə rast gəlmiş olsam da, Azərbaycanlılarda fantastik kitab oxuyan o qədər də çox insana rast gəlməmişəm. Məsələn, universitetdə və sairədə əksərən insanlar niyəsə klassik kitablara üstünlük verir. Bu arada kamerada hara baxıram bilmirəm. Kamera burdadır, amma mən biraz bu tərəfə baxıram. İnşallah ki, bir problem olmaz. Və nə deyirdim, unuttum. Fantastik çox oxuyan insanlara rast gəlmirəm niyəsə. Ona görə mən də oxuduğum 4 fantastik kitab haqqında məlumat vermək istədim. Niyə 4, niyə çox deyil? Çünki videonun çox uzun və sıxıcı olmağını istəmirəm. Açığı 4 kitab da türk dilindədir. Azərbaycan dilində fantastik kitab məndə var, amma çox deyil. Yəni təəssüflər olsun ki, bu türk dilindəki kitablar gördüyünüz kimi Azərbaycan dilinə tərcümə olunmur, yaxud Azərbaycan dilində yazılan belə də çox fantastik kitab yoxdur. Çox istəyərdim olsun. Çox istəyərdim ki, ölkəmizdə rus dilində olan kitablara verilən üstünlük qədər Azərbaycan dilində də kitablara üstünlük verilsin, amma təəssüflər olsun ki, yoxdur. Özəlliklə, yəni fantastik kitablar, klassik və sairə rast gəlirəm, amma bu kitablar demək olar ki, tərcümə olunmur, yaxud fantastik kitab yazan hər hansısa bir yazıçımız yoxdur, demək olar ki. Hər nəysə, biraz içimdə qalan o duyğularımı yansıtdım sizə. Çox uzatmayım, videoya keçək. İlk kitabımdan başlayacağım. Ən sevdiyim kitab bu arada. Kitap, üçlü kitap daha doğrusu, tek kitap değil. Işık vurur ama. Şule Avlamaz'ın Karanlığın Şehri kitabı qalın bir kitabdır. Gördüyünüz kimi və illərdir Wattpadda bu kitab çox bilinir. Daha doğrusu çox bilinirmi, əmin deyiləm açığı. Mənə görə əslində Wattpadda oxunmasına rəğmən kitab çıxdığı andan etibarən sanki yetəri qədər bəyəni almadı, yetəri qədər bilinmədi, oxunmadı. Wattpadda amma oxuyurdum bu kitabı və çıxmağını da çox istəyirdim. Sonunda çıxdı və gördüyüm anda dedim ki, bu kitabı mən xatırlayıram. Mən bu kitabı oxumuşam, sonunda çıxdı. Eyni anda kaş ikinci, üçüncü kitabı da çıxardı. Biraz gözlətdi bizi, amma onları da çıxartdı və üçünü birdən oxudum, dəfələrlə oxudum. Belə çox tanınan kitab deyil, yenə deyirəm əslində. Wattpad xaricində çox rast gəlmirəm. Əksərən kitab paylaşımı edən o səhifələrə baxıram. Oxusalar da hamısı oxunur, amma həqiqətən çox gözəl bir kitabdır məncə. Haqqını heç kim vermir.
Mövzusuna keçmək, mövzusu çox fərqli bir mövzudur əslində. İndilərdə çox klassik bir mövzuya çevrilsə də, 2 aləmdən bəhs eləyir. Bir insanların yaşadığı aləm, digəri isə insanüstü gücləri olan varlıqların yaşadığı bir aləm. Yəni hər iki varlıq təbii ki, insan cildindədir, amma onların müəyyən qədər üstün gücləri var, bacarıqları var. Və bu iki dünya arasında keçid var. İstəmədən insanlar özəl varlıqların olduğu, daha doğrusu özəl gücləri olan varlıqların olduğu o aləmə keçid eləyirlər. Sonra da bu insanlar da o aləmdə lənətli olaraq görülür və əgər tutulsalar, bir anda onların insan olduğu hiss edilsə, başa düşülsə, onları edam eləyirlər, öldürürlər. Təbii ki, burada da baş qəhrəmanımız qız dünyada, yəni insan dünyasında yaşayır, oğlan isə digər dünyada yaşayır və qızımız bir gün ad günündə istəmədən digər dünyaya keçid eləyir, öz iradəsinə bağlı olmadan digər dünyaya keçid eləyir və orada da baş qəhrəmanımızla yavaş-yavaş qarşılaşır, aralarındakı münasibət yavaş-yavaş irəliləyir və heç gözləmədiyimiz sonra hadisələr yaşanır. Yəni mən ən çox xoşuma gələn, necə deyim, belə əxlaq normlarına uyğun olan, gözəl yazım dili olan bir kitab olmasıydı. Necə deyim, heç bir orada tərslik mən hiss eləmədim bu kitabın içində. Nə bunda, nə ikinci, nə də üçüncü kitabda. Hər şey sanki belə çox yerinə oturmuş kimi idi. Ona görə çox belə təəccübləndim ki, necə ola bilər ki, bu kitabı heç kim bilmir. Demək olar ki, çox oxuyan yoxdur. Həqiqətən çox gözəl kitabdır və burada məsələn baş qəhrəmanda olan bəzi xarakterik özəllikləri də özümdə də gördüyümə görə, yəni onlara belə daha çox isindim. Belə başqa nə deyə bilərəm bu kitab haqqında bilmirəm. Çox dərinə enmək istəmirəm ki, spoiler olmasın. Amma yəni başa düşdüyünüz üzərə aralarında çox gözəl sevgi, gözəl bağlar olan iki baş qəhrəmandan bəhs eləyir. Fantastik hadisələr təbii ki var. Bilinməyən çox şeylər var. Məsələn, ikinci, üçüncü kitabda daha da gözlənilməz şeylər baş verir. Yəni birinci kitabı oxuyursunuzsa, bitirən kimi belə şey olursunuz. Mən ikinci kitab oxumalıyam. Anında sizi təşviq eləyir, sövq eləyir ikinci, üçüncü kitabları oxumağa. Elə qeyri-adi yerlərdə bitir ki, və təbii ki, üzü də gördüyünüz kimi çox gözəldir. Tac sevən biri olaraq ikinci, üçüncü kitabları da bənzər üzləri var. Sonra işıq sağ olsun. Görünürmü? Baş qəhrəmanların şəkilləridir. Nəsə işıq çox icazə vermədi verdiyi qədər. Bu da kitabın arasına qoyacağımız bilet şəklindədir, amma ayraç bizim dildə tam olaraq nə gedir bilmirəm. O qədər türkçə kitab oxuyuram ki, bəzən o sözlərimizi də unuduram. Təəssüf ki, eyni zamanda İspan dilində, İngilis dilində və s. bilən bir insan olaraq sözlər çox qarışır bu arada. İç yüzü də bu şəkildədir. Ayda sevən biri olaraq, yəni bu kitabın hər cəhətində çox isindim. Amma bir şey var ki, yazıları o qədər də böyük deyil, ortalamadır. Bir də qalın bir kitabdır. Amma yenə də həvəsi o qədər artırır ki, nə vaxt oxuyub bitirdiyinizi özünüz də başa düşmürsünüz. İnşallah ki, bəyənmiş oldunuz və mövzusu haqqında yetər qədər məlumat verə bildim. Artıq demək olar ki, 10 dəqiqədir danışıram və hələ ki bir kitab qurtarmışam. Həmişəki kimi mən. İkinci kitabımız Maral Atmacanın belə çox hər kəs tərəfindən bəyənilməyən, amma yenə də bəzi insanların da oxuyub çox bəyəndiyi, belə ortada olan bir kitabdır. Həm çox bəyənməyənlər var, həm bəyənənlər var. Açığı mən bunu təxminən 17-18 yaşlarımdaykən oxumuşdum deyə bəyənmişdim. İndi oxusam bəyənərəmmi bilmirəm. Bəzən bəzi şeylər
daha gənckən insana maraqlı gəlir, sonra deyir ki, bunu niyə oxumuşam. Amma yenə də tövsiyə eləmək istəyirəm. Oxuyursunuzsa bəlkə 17-18 yaş, bəlkə 19-lar da bəyənər. Ondan sonrası çox bəyənmir. Yaralı Sar Maral Atmacanın əslində çox bilinən bir kitabıdır ki, mən də kitab şəklində Wattpad xaricində ilk olaraq bu kitabla digər kitabları da oxumağa bir həvəs qazandım. Bu da dördlük kitabdır bu arada. Elə çox qalındır deməzdim. Bu kitab, daha doğrusu kitablar çox qeyri-adi, qarışıq bir mövzudan ibarətdir. Bu kitabda bir problemli şəxsiyyətimiz var. Uşaqlığında ağır bir travma keçirtmiş və bu travmadan dolayı bunun nəticəsində anormal davranışlar sərgiləyən bir şəxsiyyət var bu kitabda. Yarasalarla bağlı bir travması var və bunun nəticəsində 30 uşaq evində olan uşağı 18 yaşına çatanda öldürməyi planlayan bir şəxs və eyni zamanda baş qəhrəmanlar isə uşaq evindəki uşaqlardır. Elə oradan başlayır kitab. Burada da əsas baş qəhrəmanlar yenə də uşaq evində olan bir qız, digəri isə oğlan isə müəllimdir. Amma mən deməzdim ki, iki baş qəhrəman var. Bir neçə uşaq da sanki bir növ baş qəhrəman rolundadır. Necə izah eləyərdim mövzusunu? Ümumiyyətlə bu 30 uşaq böyüyür. Böyüdükdən sonra bu problemli şəxsiyyətdən onlar qorunsun deyə, onları qorusunlar deyə müəllimlər bu uşaqları bir yerə çağırırlar. Bir yerdə onlara döyüş öyrədirlər, bəzi texnikaları öyrədirlər. Bu insanla qarşılaşarlarsa özlərini necə müdafiə eləyə bilərlər deyə onlara bacarıqlar öyrədirlər. Belə bir mövzusu var və təbii ki, normal olaraq qız oğlanla burada qarşılaşır. Bir şeylər onlara öyrətdikcə aralarındakı münasibət də irəliləyir. Biraz bundan ibarət deyil. Kitab bir çox mövzunun birləşimindən ibarətdir. Bəzi təsirli səhnələr var. Qız baş qəhrəmanımızın da uşaqlıqda yaşadığı travmaları var. Bunun nəticəsində bəzi xarakter dəyişiklikləri var. Sanki iki xarakteri olan bir qızdan bəhs edir. Belə bir kitabdır. Açığı maraqlı gəlirdi mənə. Buna görə sizə də tövsiyə eləmək istədim. Əgər bu mövzuda kitabları sevirsinizsə, məncə oxusanız bəyənərsiniz. Bunun iç yüzünü çox bəyənmirdim açığı. Çünki digər 3 kitabda da eyni cürdür. İç yüzü, sadəcə rəngləri fərqlidir. Çox standart idi. Ona görə çox xoşuma gəlmirdi. Amma bu üzünü sevirəm. Bu da belə bir kitabdır. Keçək 3-cü kitabımıza. 3-cü kitab da çox insan tərəfindən sevilən Damlanın yazdığı ilk kitabıdır. Gümüşürək. Amma üçlü kitabdır təbii ki. Tək kitab deyil. Bu da Karanlığın şehrinə bənzəyən bir başlanğıcı var. Bu kitabda da iki dünya arasında keçid. Burada da bənzər şeylər yaşanır əslində, amma tam eyni deyil kitablar təbii ki. Bu kitabları da çox bəyəndim açığı. İlk yazdığı kitab olmasına baxmayaraq danışıq dili, daha doğrusu yazım dili, duyğuları ötürmə və s. çox yaxşı idi. Sadəcə olaraq cümlələri biraz qəliz yazılmışdı. Yəni məsələn bir cümlə hardasa 4-5 sətrə gəlib çıxa bilirdi. Bu cəhətdən biraz insanı yorurdu. Eyni zamanda türk dilində olmağı da çətinlik yaradır bəzən. Amma yaxşıdır, yəni anlaşılır dili var idi. Ümumilikdə sadəcə olaraq bəzi qismlər var idi ki, məni çox kədərləndirdi. Açığı yəni kitabı oxumağa başladığınız anda o qədər güclü bir bağ qurursunuz ki kitabla. Sonra gözləmədiyiniz bir şey baş verəndə deyirsiniz ki, necə belə bir şey baş verə bilər? Yəni məndə də bəzi hissələr bu hissləri oyatdı. Heç bir şəkildə qəbul eləyə bilmədim açığı. Yəni kitab olmasına baxmayaraq sanki gerçək bir aləmə keçid eləmiş kimi hiss elədim və o an şok keçirtdim ki, necə ola bilər? Yəni
bəli, biraz emosional şoklar yaşaya bilərsiniz bu kitabları oxuyarkən, amma sonu elə də pis deyildi, qənaətbəxş də deyildi açığı. Mənim üçün ortalama bir sonu var idi. Yenə də şükür eləyirəm ki, belə ortalama bir sonla bitirdi bu kitabı. Yəni bunu da tövsiyə eləmək istədim, çünki həm də qarlı bir bölgədə keçən bir kitabdır, dostluqdur, sevgidir və sairə çox gözəl ötürülüb. Və bir nüans var ki, bu kitabın baş qəhrəmanı qız, adı Eyradır və Eyra adının da mənası qar deməkdir. Bu məqamlar məni özünə çox çəkdiyi üçün ümumiyyətlə oxumağa başladım və oxuduğum üçün çox məmnunam. Eee, Yenə də deyirəm, bəzi məqamlar xaricində. Bu kitab da belə. Bir dənə çox sevdiyim bir özəlliyi də var ki, belə şəffaf bir ayracı var. Yəni kitabın üstünə qoysaz, bu hissədən yazıları oxuya bilirsiniz. Yenə də bu Guardian yayınlarının bir özəlliyidir. Səhv eləmirəmsə Efesus yayınları ilə birləşmiş bir yayındır bu. Bunu çox sevdim. Bu arada hər kitabımda var. Yəni Gümüşürək kitabında. Sonra eyni zamanda belə bir ayracı var. Bu da gözəldir. Görə bilərsiniz açığı kitabı nə qədər sevdiyimi. Əslində postlər yapışdırmışam. Nə qədər. Sonra yazısı yəni dəhşət kiçik də deyil. Dəhşət kiçik olan yazıları olan kitablara da rast gəlmişəm. Yəni böyük də deyil. Amma oxunar. Yaxşıdır. Onsuz kitablar hardasa hər biri 400-420 səhifə aralığındadır. Bunu da keçdik. Sonra ən son kitab. Ən son kitabımız bu yazarı mütləq ki kitab oxuyan hər kəs bilir. Halbuki mən bu yazarı görmüşəm, amma heç bir şəkildə kitablarını oxumağa yanaşmamışam. Belə gözümü qorxudub açığı, niyə bilmirəm. Sadəcə olaraq ilk bu incə kitabı ilə başladım. Bəlkə bir növ alışdırma olar deyə başladım, amma hələ də növbəti kitablarını almamışam. İnşallah ki alaram. Məni yargılamayın lütfən. Belə bir kitabı var. Yazdığı heç bir kitabla bir bağı yoxdur, əlaqəsi yoxdur, tək kitabdır. Buz Əjdarhası. Çox incə olmasına rəğmən bu kitab da anlamlı idi və müəyyən qədər təsirli idi açığı. Gördüyünüz kimi onsuz kitabın üstündə də qısa bir spoiler kimi bir şey verilir. Əjdaha ilə uşaqdan bəhs eləyir daha çox. Bu uşaq hər dəfə video çəkməyə çalışanda bu arada təmir işləri başlayır, sanki hiss eləyirlər. İnşallah ki sizə səs gəlmir. Bu mikrofon da çox şükür buna görə var ki, mənim səsimi eşidəsiz daha çox. Bu kitab bu qızdan bəhs eləyir. Qız anadan doğulduğu anda anası həyatını itirir, qaldıra bilmir və eyni zamanda bu qızın doğulduğu o fəsil qış fəsli olur və hava həddindən artıq çox soyuq olur. Soyuq bir havaya doğulur bu uşaq, amma çox qeyri-adi bir şəkildə soyuğa ciddi bir müqavimət qazanır. Biraz əsəblərimə toxundu bu səs. Məncə çox eşitmirsiniz. Yəni inşallah ki. Hər nəysə, ciddi bir müqavimət qazanır və böyüdükcə uşaq ümumiyyətlə soyuqdan təsirlənmir və o dönəmlərdə artıq buz əjdahası da çıxır ortaya və onunla yaşadığı fantastik hadisələr bunlardan bəhs eləyir. Və təbii ki, yan qəhrəmanlar da var ki, onlar da kitaba müəyyən qədər rəng qatırlar, mənalandırırlar kitabı. Danışa bilmirəm, çünki hələ də bu isə sıfır, yəni heç bir şəkildə hiss eləmirəm. Kitab həddindən artıq çox incədir, şəkillərdən ibarət bir kitabdır. Göstərəcəm. Yazıları da iridir. Bu şəkildə iri yazıları var. Əksər səhifə bu şəkildə şəkillərdən ibarətdir. Şəkilləri bu arada çox gözəldir. Həddindən artıq çox xoşuma gəldi ümumiyyətlə. Belə canlandırır və məsələn buranı oxuyursunuz, bu hissəni
bu hissə ilə əlaqəli çizimlər var və istər-istəməz burada baxırsınız və oxuduqca ağlınızda bir şeylər canlanır. Bu cəhətdən çox yaxşı idi. Bunun mövzusu da belə. Onsuz qısa bir kitabdır, yəni incə bir kitabdır. Biraz daha nəsə danışsam, bütün kitabı sizə demiş kimi olacağam. Ona görə bunu da bu şəkildə qısa tuturam. Bu da bu şəkildə bitdi. Ümid edirəm ki, sizin üçün də faydalı bir video oldu. İnşallah ki, bunun davamında da, yəni bu videonu paylaşıb əgər bir daha silmərəmsə, bəyənərəmsə, davamında da fərqli mövzularda videolar çəkərəm. Bəlkə bir gün kitab rəflərimlə bağlı bir videolar gələr ki, əslində qalsa bu tərəfdə də bir çox kitabım var. Kitab rəfi turu yaxud hər hansısa bir video. Əgər belə bu tip videolar istəyirsinizsə, rəylər bölməsində bunu qeyd eləyə bilərsiniz. Eyni zamanda videomu bəyəndinizsə, bəyən hissəsinə basa bilər və rəylər bölməsində yenə də bəyənib bəyənmədiyinizi də qeyd eləyə bilərsiniz. Mənim videom bu qədər idi. Gələn görüşənədək.